Yolumuz Xırdalan şəhərinədir. Bugünkü müsahibimiz Dərələz mahalının Keşkənd rayonunun Qaraqaya kənd sakini Əhmədov Akərim Əliquluoğludur. Bugün xalama deyir ki, İmran Əmrin dədəsi kimi oldu. Babası da Onu da bilmiyorum. Mən bilirəm ki, əskər. əskər. Tamaşa nənəmin atasının da adı əskərdir. O da əskər. Bunlar qurbadır. Bilirəm, Horvath. Sənin qovluğunun ələyədir. Hələ Qavuşu. Ay səsi. Gəlik ver. Gülü yarısın. aynen. Hələzdə kimi bildim bu. Çalvətlərində Burada xəbərlər. sizə gəlir bir əsr ki. Hə. Onun anası Acəmədin qızı. Tükar. Qarşılı Kərəmşi Süleyman Ökər. Babası Acəmədin qardaşıdır. Sarı Səməd. Bunların onsuz da əvvəli hamısı deməli Güney vəziyyətindən köçüblər. Bir hissəsi Qaraqayaya, bir hissəsi Qovuşuna. Deməli, Ələskərlə Abdullah Laçının Alaqayasından gəliblər Güney vəziyyətinə. Haradasa bir 1810-da, bax belə. Zaten Ələskərin arvadının adı olur Kəlbay Fatimə. Bu babalarımız hamısı Güney Vəngi danalar olur. Hacı Əhməd, Məmməd, Musa, Səməd, Məşəqqəli, bir də ki, Gilə, bir də Rəhman Gilərin nənəsi adı yadından çıxır. Saray. Saray. 3 bacı, 4 qardaş. Bunlar yekələrindən sonra Kərəmin babası qalır ev orada, qovuşubda. Musa qalır Gülüzündə. Yadullahın babası Məzər Mamın həm əmisidir, həm qaynatasıdır. Qalır Gülüzündə. 2 qardaş, 3 bacı gəlirlər Qaraköyəyə. Məmməd, bir də zat, Hacı Əhməd. 3 də bacılar. Hacı Əhmədin qızının biri Baxış dilin anası. Güldüzdə Baxış dilin anası. Baxışın kağısı deyildilər falan. O nə ilə bağlıdır, nə idi? O Abış kim idi? Oğuz fizik. Bilirəm, amma olur belə deyildi hardasa. Xan nənəmin doğma ərbisidir. Kimlərdən bu Abış? Deyirsən ki, Nəcəflərdən. Nəcəfdən qardaşdır. Zaddan, Əmrahla. Qoca nənəmin dədəsi Əmrahla qardaşdır. Az sonra. Məhəmməd Nəcəfin olub da. Bəli, Nəcəfin oğlu. Nəcəfin əmisi. Neçə qardaş olub? Olmur, tək olub. Bacısı varmı? Bacılar olur, onu bilmirəm. Bilmirsən. Gözəl uşağı Məhəmməd, sonra xanlar, elədirmi? Bir də kimdir? Xanım. Xanım. Xanlarla qardaşlıdır. Yox, bilirəm. Deməli, xanlar, Nəcəf, Xanım. Qardaşlar. bir də Cümşüd. Cümşüd, xanım. Belə bir bacıdırlar. Bir də çoxlu tanışlar. Ballı da zadın qızıdır. Cümşüdün. Cümşüdün qızıdır. Satlar getmişəm. Qoydular, durdu. Qaracəmizdə də. Qaracəmid, evlərdən göçək bir qalan. Yox, niyə Qaraqayada gəlirdi da? Nənə, onun babası, mənim babam, Hacı Əhmədin bacısı qızı, doğmaca. Hansı bacısının qızıdır? Məşədvəli. Məşədbərinin qızıdır. Məşədvəli, zadın bunların babasının adı. Hacı Məhəmməd. Hacı Məhəmmədin arvadının qızıdır. Hacı Məhəmmədin qızı. Hacı Məhəmmədin qızıdır da. 3 bacı olublar. Leylan, Tuyğun, Hürzad.
Üç bacı oldu. Gülzatın da qızı qarşıdakı Tuyğun qovşuqdakı Tuyğundur. Dilbər nənə. Dilbər nənənin anasıdır. Anası. Ağayərin yoldaşı. Nənəm deyirdi ki, axı bu Amilin arvadı Pərdə Gülşah idi. Deyirdim, nəvəsidir da, Məşədbərin nəvəsidir. Onun adını qoydular ona. Dedim, o da hala Gülşah idi. And içirdi ki, deyirdi, bala, elə gözəl qadın dünyaya gəlmiş gələndə deyirdi. Məşədbərin. O Leylan nənəmə Loğman deyirlərmiş. Loğman onun xalasıdır. O da yəqin ondan götürmüş deyirlərmiş də. Saray, Loğman onun xalasıdır. Rəhman Zadın nənəsi. Papağyan Qalmuradın arvadıdır. Hacı Məkinin bacıları, böyük bacıları. Loğman oymuş. Nənəm ona Hadıq deyirdi, Hadıq. Babam Laçınlıdır, nənəm Şuşalı. Gül şəhri bir diyarın oğlu. Şeytan şər elədi, dərdim düşdüm, cənnət məkan bir gözlərin oğlu. Kəndim Qaraqaya, dərələrlərin qatar zirvəsində açmışdı gülüm. Sofya, soğanlı bir bəksiri, versin zirvəsində gözəl olur. Gözəl oynadıdım, zirvədə düzdə. Mahudlu yayları bir də dəhtlərə. Gülü düz, gəlirlər, turşudan belə şey yutularına sığır. Şimdi bir hala tərqləyirlər, içirəm, axıda neynədir? Qafqaz murdarlandı haylar gələndən, didərgin salındıq doğma vətəndən. Ağaşərim, eşilən ziməz səndən, vətənin boyqasan olur. Mənim 6 əmin bir bibim, atamın atası, anası, 18-ci ildə Xocalıda bəbadan qırılığımız. Qovşuqda zətdə o gəlib, o da hücum edirlər, cəmaat qabağını kəsir, saqqalına zətlər. Cəmaat da oradan çıxardan bizim Talib oldu. Yəni. Talib Vayan ilə gəl. Əgər Talib gəlməsəydi, cəmaatı Qarmaraşın yolunda neft döküyorlar, benzin, hamısını qıracaqlar başında. Talib Vayan ilə gəldi, cəmaatı qutardı. Əvvəllərdə tutaq ki, o hadisələrə qədər. Məsələ, qaram deyirdi ki, rəhmətlik, deyirdi ki, Varazlıq bizdə Aynəbəndi vuranda, Aynəbəndi. Dedi ki, tutub əlində də ikilər mismar yürür, biri 150'liyi, bir də 100'lük. Deyək ki, bunun hansını vurum? Mən də dedim, Varazlıq məndə, niyə sus, hansı yaxşı? Yox, sonra çıxarda bilməyəcəksən. Yəni, adi dülgər, yəni bunlarda bu hadisə gedir. Bizim yadırlar da demişlər, evin yanında. Hadisələr həmişə olmuşdur. Məsələn, hanım danışır ki, deyir, getdik şeyə, Varazlıq gilə. Onun bir qardaş Frozudur, bir də Varazlıqda, yadındadır. Bu Frozun arvadı, deyəsən, o şeydən idi, bilməm, Yerevandan idi, haralı idi. Deyir, mən ora gedən kimi uşaqlar qaçırdı, yoxa çıxırdı. Türkiyə. Deyir, bir dəfə ki, deyir, mən vartan bu şeydən niyə qaçırlar uşaqlar? Deyir, gəlinin başı qaçır. Deyir ki, Türk gəldi. Türk gəldi sizə, onun qorxularından qaçır. Yəni, bu hadisələr daim olur. Üzdə olmasa da, o arxada bu hadisələr hamısı inkişaf edib, hamısı olur zaman-zamanda. Yəni, onların məqsədi insanları buradan çıxartmaq. Kəsə ermənidir, ürəyi xarib. Əmələ gəl. Get, tutarıq. 10 il, 11 il. Qərar əzərindən sizin evlərə və halı dostlarım çox salam. Həmişə köksündən buzluğa axan o qarlı dağları çox salam. Gözəl yer idi, amma kişi soğuk idi. Abbas Fardanlı deyir, ay ağalar bir zamana gəldi. Ala qarğa şurtlarını bəyən. Oğullar atanı, qızlar ananı, gəldilər də qaynanı bəyən. İndi həmən dövdür. Kim bəyən? Nəcibin nan əli. Ara bular evlər yıxar, damcı damar qanı. Qaydasıdır yalan desin, yaltaq olub boyun əysin. Namət dosta güllə dəysin. Namuslu düşman əvəl. Çağırarsan haya yetməz, yıxılarsan qoldan tutmaz. İdris yaxşı dostu atmaz, əgər deyilsə can əvəl. Gənə sözlər. O hansı görür ki, quruyub gedir? Xalq onun haqqında nə işlər görür? Haradan başlayıb haraya gedir? Genəli səfası bizim dağlar. Cavabı nədir? O sevan görürdü, quruyub gedir. Xalq yerin altında tunellər vurur.
Keçiddən başlayıb Seyvana gedir. Sular sədası bizim dağlar. Getdi zavallığım, gücü darağım, soğanlı yaylağım, göy gözəl dağım. Heç bilinmir haradan gəlir sorağım, daha soruşmayan hayaldayım mən. Deyir Qaraqaya abad olsun, qaynası Şəhriyazan olsun. İstər ki 5 qonaq olsun, hayf yeri dağıdır. Gəlik və kətlərdən qəlbi, haiz olacaq qalsın rəngi. Hayf yoxdur tutan zəngi, hayf yeri dağdır deyil. Sənin ay səsinə deyil. Ay səsilər gözlər yazır, cahıllar tamam qar. Yox, ay səsilər gözlər yazır, ahıllar qılmaz namazı. Cahıllar tamam qazır, əsl dıqa qoz verir. Düz deyir, onun cahılları danışanda hanıdır gözəl məkanı, mina kimi gözəl hanı, baxanın qal bir imanı, əsl gözəl hanı. Leylan nənəm sizlə nətər qohumdur? Mənim atamın doğmaca mamasıdır. Yox, indi üzr istəyirəm, siz atanızın adını deyin. Alı, kimlərdəndir, onun nəsli kökü deyin, yavaş-yavaş belə gəlin. Hacı Məhəmmədin nəvəsi deyil, Hacı Məhəmmədin nəvəsidir. Atasının da adı Həbibdir. Alı, anasının da adı Kətəndir. Leylan da onun dost doğma mamasıdır, bibisi. Burada bibi deyirlər. Həbibin bacısıdır. Həbibin bacısıdır. Həbibin bacısıdır. Onların qohumu, əqrabaları kim idi? Bunları xahiş edirəm belə sadalya gəlin. Bu indiki dövrə kimi, sizin dövrünüzə kimi, Xudakərimin dövrünə kimi. Leylanın uşaqları kim idi? Onlar deyil. Onlar hardan? Leylanın yox, atasından danışdın, anasından danışdın, bunları deyirəm. Atamın bağışlığı Malikə. Onların qardaşının adı Abbas. Alı mənim atamdır. Ondan qalanda Cancan bağışlıdır, Xatıncan bağışlıdır. Bax bunlar. Əsədullah, bir də Məşədi.